Salam değerli izleyiciler, hər biriniz xoş gördük. Sizlərə bu videoda İslam tarixində baş vermiş Hüzün ili hadisəsindən qeyd edəcəyik. Keçən videoda sizlər üçün Əbu Talib dərsində baş vermiş blokaddan danışdıq ki, bu blokad 3 il müddətində olmuşdu və Peyğəmbər sallallahu aleyhi və səlləm və digər müsəlmanlar Əbu Talib dərəsində sanksiya altında yaşamışdılar. Sonradan isə 3 il keçdikdən sonra isə bu hadisədən, o dərədən çıxırlar və öz həyatlarına davam etməyə başlayırlar. Lakin 619-cu ildə müsəlmanlar o dərədən çıxdıqdan sonra yeni bir peyğəmbər çətin bir hadisə ilə qarşılaşır. Bu hadisə bundan ibarətdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm eyni ildə onu himayə edən əmisi Əbu Talib ilə öz həyat yoldaşı olan xanım Xədicəni itirir. Yəni hər iki şəxs ona yaxın olan o dövrdə iki insan eyni ildə vəfat eləyir. Beləliklə ilk öncə xanım Xədicə dünyasını dəyişir və o qadın həm Peyğəmbərə varın dövlətin mülkünü İslam uğrunda vermişdi, həm də ki öz həyatını Peyğəmbərin gətirdiyi din yolunda fəda eləmişdi ki, getdi məsələn Əbu Talib dərəsində indiyə qədər ömründə qazandığı, ticarətlə qazandığı bütün malını, mülkünü orada müsəlmanların ixtiyarına verdi ki, 3 il müddətində müsəlmanlar orada həyatlarını yaşaya bilsinlər. Və beləliklə Peyğəmbər öz həyat yoldaşını miladi 609-cu ildə itirir. Sonradan isə bu hadisədən bir müddət sonra isə onu himayə edən əmisi Əbu Talibi itirir. Keçən videolarda qeyd eləmişdik ki, Əbu Talib Peyğəmbərin himayəsini öz üzərinə götürmüşdü. Əbu Talib Haşimi qəbiləsinin rəhbəri idi, Məkkədə nüfuzlu bir insan idi və digər qəbilələr və müşriklər Əbu Talibə görə Peyğəmbərə toxunmurdular. Çünki Əbu Talib güclü və nüfuzlu bir qəbilənin lideri idi. Ona görə də o öncədən qeyd eləmişdik ki, Məhəmmədi mən himayə edirəm, ona heç kim toxunmasın. Və bu səbəbdən də müşriklər sadəcə gəlib Əbu Talibə şikayət edirdilər və Peyğəmbərə təzyiq və işgəncə eləyə bilmirdilər. Lakin Əbu Talib vəfat edəndən sonra miladi 619-cu ildə artıq Peyğəmbərə Məkkəlilər təqib etməyə başladılar. Beləliklə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Taifə, yəni Məkkənin yaxınlığında olan başqa bir şəhərə gedib orada İslamı təbliğ eləməyə məqsəd qoydu. Lakin Taifə gedən zaman orada müşriklər yenə Peyğəmbəri daşladılar, təqib elədilər və icazə vermədilər ki, Taif şəhərinə Peyğəmbərimiz daxil olsun. Çox kədərli halda Peyğəmbərimiz oradan Məkkəyə qayıdır və bu hadisədən sonra Peyğəmbərimiz sadəcə 3 il, 600 miladi 622-ci ilə qədər Məkkədə qalır. Çox çətin bir şəraitdə orada qalır və böyük bir səbir göstərərək 3 il sonra isə artıq Mədinəyə hicrət eləməyə qərar verir. Bu isə müsəlmanların 3-cü hicrəti idi. Biz keçən videolarda qeyd elədik ki, ilk hicrət Həbəşistana, ondan sonraki hicrət yenə Həbəşistana olmuşdu müsəlmanlar tərəfindən. 3-cü hicrət isə gələn videoda qeyd edəcəyimiz Mədinəyə olan hicrət olacaq. Bu hicrətin fərqi ondan ibarət idi ki, digər hicrətlərdə Peyğəmbərimiz başçılıq eləməmişdi. Bu hicrətdə isə Peyğəmbərimiz özü də hicrət eləmiş, Mədinəyə getmiş və orada İslamı təbliğ eləyərək, İslam dövlətini quraraq yenidən Məkkəyə qayıdıb müşriklərdən şəhəri geri almışdı. Gələn videoda sizlərə Mədinəyə hicrətdən danışacaq. Bu çox mühüm bir çox mühüm bir mövzu olacaq. Çünki Mədinəyə olan hicrət İslamın təbliğdə gedişatını tamamilə dəyişmişdi. Beləliklə gələn videoda sizlərə bu mövzudan danışacağıq. Gələn videolarda görüşmək ümidi ilə. Sağ olun.